sağ ol. Yaman gün gör. Sağ salamat. Allah'a and olsun. Sənə laf məəttələ Məmmədə sənəm. Sən özün bir mömin kişisən. Özdə kəndimizin sayılan şəxslərindən birisən. Nə əcəb indiyəcən qurban olduğumuz ziyarətinə getməyibsən? Ey Kərbəlayı Oruç, Allah kasıblığın evin yıxsın. İstəmirəm bəyəm getməyi. Neçə ildir qəsd eləmişəm Kərbalay ziyarətinə. Heç tövr ilə 30-35 manat tədarük eləyib atala bilmirəm. Ay Məmməd Həsən əmi, indi ki ata gücün çatmır, ulaq al. Ulaq atdan ucuzdur. Həm də ki bax, birisi ziyarətə atla gedər, o birisi ulaqla. Əlbəttə, ulaqla gedənin ziyarəti Allah Taala tərəfindən daha tez qəbula yetər. Elədir. Bəli, bəli. Tamamən düz buyurursan Kərbalay. Amma hamıya məlumdur ki, piyadə ziyarətə getməliyin feyzi... Hər başdakı var, əlaməti sevdayı Kərbəla. Fikir eləmə, ay Məmməd Həsən əmi, bu dəfə getmədin, gələn dəfə inşallah gedərsən. Amma sən mənim sözümə qulaq as. Bax, sökül, tökül, dağıl, hər nəyin var, sat, özünə bir ulaq al. Götür bunu. Anam rəhmətlikdən qalıb. Allah rəhmət eləsin. Apar saat, bir ulaq al. Mənim bax canımı da qurban verərəm. Tək ki sən ziyarətə gedəsən. Kətdə bir kişi qalmayıb ki ziyarətə getməsin. Kərbəlayı olmasın. Vallahi adam xəcalət çəkir.